Herkese salam. Yenə kargo açırıq və yenə Temu bu aralar çox sərf edir. Bir neçə məhsul alırsan, elə də məbləğ olunur. Bu dəfə ev geyimlərinin üstünlüyü verdim. Əsasən də şortlu dəstlər. Birinci dəstimiz materialı pisdir deyərdim, çünki sintetikadır, amma görünüşü çox gözəldir. Ona görə saxlayacağam, giyinəcəm. Qəşəngdir. Çox bəyəndim. Şortun uzunluğunu da bəyəndim. Əladır. Bir razmer böyük götürürəm həmişə ev geyimlərini hər zaman. Ya 1 ya 2 razmer böyük. Elə daha rahat evdə. Bu dəfə alt geyimləri də çox götürmüşəm. Onları mən sizə vloqun içində göstərəcəm. Bu şortdur. Şortu da bəyəndim. Çox qəşəngdir. Mən belə şortlar daha çox sevirəm. Enli, yubkaya oxşayan. Onlar mənə daha rahat gəlir. Uzunluğu da yaxşıdır. Çox qısa deyil. Bu anti-udardır. Samsung üçün. İçində 5 dənə olmalıdır və açmadım. Bunlar alt paltarlardır. Cürbəcür rənglər. Lazer kəsimdilər. Bu yeni alt paltar. Alt paltara yaxşı gəlir oradan. Sonra yeni alt paltar. Çox almışam çünki çox sərf edirdim. Növbətim yeni alt paltar. Bəyənirəm onu. Alt paltarlarını. Yaxşı çıxır. Və yenə brelok. Mən demişdim bu şirinləri çox sevirəm. Çox şirindilər. Açarıma taxacam. Əladır. Növbətim yeni alt paltar. Növbəti yenə şortlu geyim ev üçün. 1-2 razmer böyük götürürəm çünki elə daha rahatdır. Bu şortikidir. Məncə çox şirindir. Bu da köynəyidir, maykası. Qəşəngdir. Seçim çox idi. Sadəcə razmerlər tez bitirdi deyə. Elə mənə qismət olan bunlar oldu. Əladır. Bu da materialı pis deyil, deməzdim idealdır. Gedər. Bu ayaqqabıya vuruldum. Ən çox bu ayaqqabını gözləyirdim. Rose gold rəngi var. Bir bunun gözəlliyinə baxın siz. Bir baxın. Və qiyməti o qədər münasib idi. Möhtəşəm. Heç deməzsən ki, mən bunu Temu'dan almışam. Görün nə gözəldir. Əladır. İstənilən donun altına super gedəcək. Növbəti kargolara qədər sağ olun.